Yay gəldi, hamı səyahətdədir. Bəs görək bürclər səyahətdə necə davranır? Qoç bürcü, plan gözləməz. Macəra hardadısa oraya qaçar. Buğa, ən yaxşı oteli, ən dadlı restoranı əvvəlcədən seçər. Rahatlıq hardadısa buğa ora qaçar. Əkizlər, bir gün ərzində 10 fərqli yer gəzmək, eyni zamanda tanımadığı insanlarla həmən dost olmaq. Xərçəng, çimərlikdən daha çox ailəsi, sevdiyi insanlarla vaxt keçirməyi üstün tutar. Şir bürcü, ən gözəl fotolar, ən yaxşı mənzərələr onun üçündür. Qızlar, səyahət çamadanlarını günlər əvvəl hazırlayar, hər şey plan üzrə getməlidir. Tərəzilər, harda şəkil çəkdirəcəyini seçmək bəzən səyahətin özündən uzun çəkər. Əqrəblər, turist olmayan, gizli qalmış sirli yerlərin axtarışında olar. Oxatanlar, gəlmişkən bir ölkədə əlavə gəzək deyən odur. Oğlaqlar, səyahət zamanı büdcə kontrolü onun əlindədir, amma eyni zamanda istirahəti də unutmaz. Dolçalar, hamının getmədiyi ən maraqlı və ən fərqli məkanları o seçər. Balıqlar, səyahətdə gün batımına baxaraq xəyallara dalan və video çəkən onlardır. Bəs sənin yaxın dostların səyahət zamanı bürcünə görə necə davranır? Bu videonu onlara göndər.